Müəllim, bugün bu dərs sizə nə bəxş etdi? Doğrudan da ilk olaraq işləyən tələbələr üçün həqiqətən də inanılmaz dərəcədə yaxşı iş göstərdilər. Yəni çalışmalarını əlləşdirərdikcə sizin köməyiniz çox oldu. Çünki siz dünəndən bəri bu işi ərsəyə gətirmək üçün çalışırdınız. Buna görə də mən sizə komanda adından dərin təşəkkürümüzü bildiririk. Sizə təşəkkür edirəm. Hər zaman bizimlə bərabər çalışmaqda qalın. Mehbara müəllim, sizcə tələbələr maariflənə bildimi? Əlbəttə ki, maarifləndilər. Biz bu sənət şirniyyat sektoruna çox yaxındır. Mən öz tələbələrimdə də həmişə görürəm ki, ilk əl qabiliyyəti olan xanımlar müraciət edir buna təkmilləşmək üçün. Bugünkü dərsdə də məncə böyük bir, necə deyərlər, bir maraqlı bir dərs qəbul elədilər. Hər halda davamı olacaq. Bir işlə tamamlamaq olmur. Çox da razı qaldılar. Özlərindən də soruşdum və davamını istədilər bu heykəltaraşlıq dərsinin. Günə müəllim, sizcə sonda heykəl açacağıq. Əvvəla sənə çox sağ ol deyirəm, gəlmişsən, Allah razı olsun. Qızlarımıza da uğurlar arzulayıram. Yəni bir dənə bu gün bu heykəli hazırlamaqla, neyinisə öyrənməklə bitmir. Biz gərək əlimizdə bir-iki dəfə heç olmasa işləyək ki, yəni biz onu tam rahat ərsəyə ortaya gətirək. Hər birimizə uğurlar və evdə getdiniz uşaqların plastilinindən məşq ediyor. Aha. Bugünkü dərsimizdə biz forma verdik. Amma indi dərsimizi bitirərək, ərizimizi nümayiş etdirərək dərsimizi bir xatirəyə çevirəcəyik. Əsas belə deyək də, bizim fikrimiz nə idi? Kimisə hazırlamağımız, yəni bu insanın şəxsiyyətini hazırlayaq. Azərbaycanın gəncləri ilə, istedadlı gəncləri ilə fəxr edirik. Mən də fəxr edirəm. Azərbaycanlıyıq. Can sağlığı arzu edirəm. Həqiqətən də bizim Azərbaycanın evlatları, xanımları, bəyləri, yaşından asılı olmayaraq hamının özünə məxsus öz istedadı var. Bu mənim fikrimdir və həqiqətən də belədir. Rəna xanıma təşəkkür edirik ki, bu cür övlad böyüdür. Rəna xanım oğludur. Güqar bəy. Valideynidir. Rəna xanım, sizə də təşəkkür edirik. İki oğul anasısınız. İki oğul anası deyəndə də iki oğlunuz var, değil mi? İki oğul anasıdır, iki əskər anasıdır. Bütün əskər analarını da almışlayıram. Rəna xanıma minnətdarım. Siz bir nə deyə bilərsiniz? Rəssam anası olmaq necə bir Bu işin işdir? içindəyəm artıq. Yəni mən də fəxr edirəm öz evlatlarımla. Siz də var olun, çox sağ olun. Vüqar yetərincə sənətini artıq göstərib illərdir. Yəni burada da özünü göstərməsini çox istəyirdim mən. Şükür Allaha ki, gəldi Vüqarda, Mehbara müəllimə də neçə vaxtda danışırdıq, deyirdik. Çox sağ olsun, onun da xətrini çox istəyirəm həqiqətən də. Var olun, yaxşı ki, bir mərkəz var. Bugün Vüqarda bir öz əl işini burada göstərə bildik. Sizə sağ olun, Rəna xanım, çox sağ olun, çox təşəkkür Həmişə deyirəm, buradan da deyirəm, kim özünə güvənirsə, kim nəsə, bir gəncə nəsə öyrədə bilərsə, fərq etməz aşpazlıq, şirniyyatçılıq, dekolluq, bizim qapı həmin insana açılır. Gəlin, savadımızı, əl qabiliyyətimizi, biliyimizi öz insanlarımıza bölüşək. Siz də sağ olun ki, müəllim bu kursu yaratmışsınız. Əsas sizdən əmələ gəlib, sizdən bir növdə qoyulub, bizi fikirləşmişsiniz, cavanları fikirləşmişsiniz. Siz bu qurumu qurmasaydınız, biz burada yığıla bilməzdik. Hər halda gələcəyi, cavanları fikirləşmişsiniz ki, qoy nəsə öyrənsinlər, nəyəsə bir işin sahibi olsunlar, haradasa bir işə yiyələnsinlər. Məqsədimiz bu olur. Biz sizə çox sağ olun deyirik. Sizin bu kursun yaranmasına görə. Sizi də Allah can sağlığı versin. Çox sağ olun. Dərsən enerji qatdı. Öyrənmək istəyirsinizsə, Gecə Akademiyaya gəlin. Hamı sağ olun.